şən. El. El. Aferin. El. Sonra hansı səs içsin? El. 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 L hərfi necə olurdu? Ay, sağ ol. Şən. Şən. Aferin. Şən. Şə. Şən. Şə. Şın yazdın. Orada hansı səs içdin şıdan sonra? Aha, hə, yaz. Hə. Şən. Sonda. Aferin sənə. Əla. Yaz indi mənə ora. Yemiş. 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 Necə olurdu? Yemiş. Aha, demə. Y hərfi necə olurdu Rüzgar? Y hərfi necə olurdu? Kiçik dördə oxşuyurdu. Dördə bənzəyir, amma ayağı var idi. Düzdür? Aha. Yemiş. Ye. 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 Kiçini yaz. Balam. Uşaqlar, yadınızda qalsın. Hərfləri heç vaxt sözün ortasında böyütmürük. Aha. Miş. 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 Hansı səs işdirir Rüzgar? M. Yox. M. Yemiş. 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 M. Kiçik M yaz tez. Yox. M. Başqa hərfi. M hərfi necə idi? M.